Salam, hər vaxtınız xeyir. Bu saat olan xəbərlərlə qarşınızdayıq. Studiyada Diana Cəlalidir. Prezident İlham Əliyev Azərenerji Açıq Səhmdar Cəmiyyətinin ölkəmizdə ilk dəfə yaradılan Abşeron Batereya Enerji Saxlanıc Mərkəzinin açılışında iştirak edib. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rızayev dövlətimizin başçısına Abşeron Batereya Enerji Saxlanıc Mərkəzi barədə məlumat verib. Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100% daxili maliyyə vəsaiti hesabına 2 əsas yarım stansiyada 500 kV-luq Abşeron və 220 kV-luq Ağdaş yarımstansiyaların ərazilərində ümumi gücü 250 MW, enerji tutumu isə saatda 500 MW olan böyük enerji saxlanıc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir. Göygöl rayonunun Üçtəpə kəndində Gəncə şəhər sakini 13 yaşlı Sübhan Bayramovun əlində pirotexniki vasitə partlayıb. Nəticədə yeniyetmənin əlləri əzilib deşilib, faktla bağlı araşdırma aparılır. Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əməl törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır. Bu saata çatdıracaqlarımız bu qədər. Növbəti xəbər buraxılışında görüşənədək sağ olun, salamat qalın.